Bir cinsli çiçək, iki cinsli çiçək, bir evli bitki, iki evli bitki. Bilirəm, sən də bunları çox qarışdırırsan. Elə isə videonu izlə. Çiçəyin əsas hissələri erkəklik və dişicikdir. Çünki onlar çoxalmağa xidmət edirlər. Bir çiçək yatağının üzərində həm erkəkcik, həm dişiciyə təsadüf olunursa, yəni iki cinsiyyətin ikisinə də təsadüf olunursa, buna iki cinsiyyətli və yaxud iki cinsli çiçəklər deyirlər. Və yaxud da hermafrodit çiçək də deyə bilərsiniz. Məsələn, bu şəkildə çiçək yatağının, yəni bu qismin üzərində həm erkəkcik, həm dişicik var. Deməli, bu hermafrodit çiçəkdir. Əgər çiçək yatağının üzərində yalnız erkəkciklərə təsadüf olunsa, bu bir cinsiyyətli çiçək olacaq. Məsələn, bu şəkildə çiçək yatağının üzərində yalnız erkəkciklər təsvir olunub. Deməli, bu bir cinsiyyətli erkək çiçəkdir. Əgər çiçək yatağının üzərində yalnız dişiciyə təsadüf olunursa, bu bir cinsiyyətli dişi çiçək olacaq. Məsələn, bu şəkildə çiçək yatağında yalnızca dişicik təsvir olunub. Deməli, bu bir cinsiyyətli dişi çiçəkdir. Sıra ilə geçsək, iki cinsiyyətli hermafrodit çiçək, bir cinsiyyətli erkək çiçək, bir cinsiyyətli dişi çiçəyi görmüş olacağıq. Bəs bu ev məsələsi nədir?